Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də kənd təsərrüfatının inkişafına dair dövlət proqramının qəbulu ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası məqsədi ilə iyunun 5-də Ağcabədi rayon İcra Hakimiyyətinə toplantı keçirilib. Toplantıda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, İcra Hakimiyyəti başçısının müavinləri, iş adamları, sahibkarlar və təsərrüfatçılar iştirak ediblər. Çıxış edən icra başçısı Rafil Hüseynov Ağcabədinin aqrar rayon kimi iqtisadi potensialından, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən və həyata keçirilən tədbirlərdən ətraflı danışıb. O, həmçinin aqrar sektorun daha da inkişaf etdirilməsi istiqamətində sahibkarlara və təsərrüfatçılara müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb. Fermerlər və iş adamları ilə diskussiya şəklində keçirilən görüşdə kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra təkliflər dinlənilib. Azərşəkər MMC-nin idarə heyətinin sədr müavini Vüqar Ağayev, Ağcabədi Taxıl MMC şirkətinin rəhbəri Etibar Kərimov, sahibkarlardan Mülhazi Balakişiyev və Anar Quliyev tərəfindən irəli sürülən təkliflər geniş müzakirə olunaraq təhlil edilib. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.